şəhid ailələri, hərbiçi ailələri yada düşmür. Bizim kəndin sakini olmayanlar gəlib bizim Sulu kənd ərazisində at oynadır. Kanalımıza müraciət edən Ağdam rayonunun Çullu kənd sakinləri işğaldan azad olduqdan sonra doğma yurdlarına qayıdaraq evlərini bərpa edib yaşamaq istədiklərini bildiriblər. Lakin sakinlərin sözlərinə görə onlara bu imkan yaradılmır. Onlar qeyd ediblər ki, Ağdam rayonunun Çullu kəndində öz evlərini bərpa etmələrinə icazə verilmir. Buna baxmayaraq, həmin ərazidə Ağdamdan olmayan şəxslər tərəfindən fermalar və zavodlar inşa olunur. Sakinlərin iddiasına görə Ağdam rayon icra hakimiyyətinin başçısı onlara Çullu kəndində deyil, başqa bir kəndə köçürüləcəklərini bildiriblər. Vətəndaşlar ölkə başçısına müraciət edərək bu məsələnin araşdırılmasını və onlara doğma kəndlərində yaşamaq imkanı yaradılmasını xahiş edirlər. Mən İsmailov Vəli Aloğlu 1961-ci ildə Ağdam rayonu Sulu kəndində anadan olmuşam. Burada böyümüşəm. 32 yaşıma kimi burada böyümüşəm. Torpaqlarımız işğal olanda bizim kənd də, el də işğal olundu. 2020-ci ildə torpaqlarımız işğaldan azad olundu. Biz də hamısını sevindik ki, elimizə, evimizə, yurdumuza qayıdacağıq. Çox təəssüf ki, fikirləşdiyimiz kimi olmadı. Rayon səviyyəsindən də yüksəklərdən, Respublika Qaşqın Komundan, rayon rəhbərliyindən, rayon icra nümayəndəsindən, yəni Məxsus Sovetin sədrindən dəfələrlə, təkrarən zəhlər gəlir ki, Sulu kəndi olmayacaq, siz başqa kəndə köçməlisiniz, başqa kəndə getməlisiniz. Təkid ilə zəng eləyirlər. Ona görə cənab prezident, sizə xahiş edirik. Mən öz adımdan, ailə üzvlərim adından, Sulu kənd sakinləri adından, şəhid ailələrinin adından, qazi ailələrinin adından xahiş eləmişik, yenə xahiş edirik. Yazılı surətdə də müraciət eləmişik. Müraciətimizə cavab verilmir. Bizim səsimizə səs verin. Bu torpaq uğrunda şəhidlərimiz var, şəhidlərimiz olubdur. Allah onların hamısına rəhmət eləsin. Yerləri nurla dolsun. Onların qanı bahasına torpaqlarımız azad olunubdur. Amma cənab prezident, yerli məmurlar, Ağdam rayonunda olan məmurlar, hal-hazırda vəzifədə işləyən məmurların adını çəkmək istəmirlər. Bahadır, ona görə söz bahadır. Amma mən çəkirəm. Bu işin başında Ağdam rayonu icra başçısı Vaqif Həsənov durubdur. 21-ci ildən torpaqlarımızı məqsədli formada zəbt eləmək üçün, zəbt eləyib də Xaçın çay deyilən yerdə qohumların ferması var. Ferma tikdirib. Mənim evimin 30 metrində ferma tikdirib. Bu günə kimi, dünənə kimi Xaqanın adı ilə hallandırıldı. Amma indi deyirlər ki, yox, Xaqanın deyil, qəssəb adındır. Nədir, qohumunun adı? Habilindir. Habil də araşdırır ki, heç bir Sulu kəndindən deyil, qeyri-kəndləndir. Bu qəbristanlıqda şəhidlər adına bulaq tikdik. Rayon səviyyəsində hamısı qarışdı ki, o şey ola bilməz. Yaxşı, şəhidlər adına bulaq tikilmək olmazsa, bu torpaq islahatı getməyib Sulu kəndində. Nəyə görə bu Sulu kəndində mənim evimin 20 metrində ferma tikilibdir? Bunun arxasında kim durur? Xahiş elə, bu işdə bizə köməklik eləsin. Mən Çullu kənd sakini İsayev Gülşah Qaraşov. Bu kənddə doğulmuşam, bu kənddə böyümüşəm. Bütün kəndlər kimi bizim də kəndimiz işğal vaxtı işğal olundu. Məcburiyyət qarşısında, məcbur qaldıq kəndimizi tərk etdik. İkinci Qarabağ Savaşında şəhidlərimizin, qazilərimizin qanı canı bahasına torpaqlarımız azad oldu. Hamı kimi biz də sevindik ki, torpaqlarımız azad oldu. Yenə qayıdacağıq kəndimizə, yenə ev tikəcəyik, yenə yaşayacağıq, yaşayacağıq. İndi bizi bura qoymuyorlar. Bizə görün nə təhlükə edirlər. Siz kəndinizi yalınızdan çıxarın, sizin kəndiniz tikilməyəcəkdir. Gəlin sizə Xızırızdan evləyək. Bəs biz bu gələcək nəsilə, ölənlər öldü, getdi, Allah rəhmət eləsin. Gələcək nəsil gələndə bu yerdə qalandan deməyəcək ki, ay əmi, ay dayı, ay xala, ay mama, ay baba, ay nənə, siz işğal oldu, kəndiniz çıxdınız. Sonraki işğaldan azad oldu. Sərbəst qayıtdınız. Niyə kəndinizə qayıtmadınız? Biz onlara nə dəyəcəyik? Hələ 1-ci Qarabağ Savaşında ümumilli liderimiz Heydər Əliyev cənabları xalqa müraciətini deyirdi ki, hərə öz kəndinə, öz obasına, öz evinə qayıdacaq. Biz o xəyalla yaşayırıq və yaşayacağıq.
İnanırıq ki, bu belə də olacaq. O kişinin dediyi kimi biz öz torpağımıza qayıdacağıq. Mənim bu yaşımdan sonra ömürlük qaçqın düşməyə mənim niyyətim yoxdur. Birinci Allah şəhidlərimizə rəhmət eylesin. Yerləri nurla dolsun. Qazilərimizə sağlamlıq versin. Mən bir ana kimi, bir kadın kimi heç kim hesab bilmirəm. Besavad adamım. Çox danışmağına da işim yoxdur. Prezidentimlə, bir də Mehriban Əliyevdən, bir prezidentim, bir sərkərdən, bir də Mehriban Əliyevdən xahiş eləyirəm. Bizi qaytarsın öz yerimizə, yurdumuza. Bu millət 30 ildir yol gözləyir. İndi də yorulmuş günümüzə belə işlər düşür. Bizə hörmət eləsinlər, bizə eşitsinlər. Bizim sözümüzü söykək versinlər. Ayrı ondan başqa tam mənim nə sözüm var ki, nə də deyəm. 2 dənədən mən vallahi elə qazidir. Mən nə deyə bilərəm ki, yadıma da salanda danışa bilmirəm. Allah köməyiniz olsun. Allah Xudavənd aləm prezidentimizə, o bir Allah üstündə yar olsun, bizim sözümüzə söykək versin. Ayrı mənim nə sözüm var. Mən Ağdam rayonunun Çulur kənd sakini Məmmədov Fəri Həsənoğlu. 1959 təvəllüd. 1992-ci ildən bu kənddən çıxmışıq. Başqa yerlərdə qaçqın kimi yaşamış. Biz də hal-hazırda kəndin işğaldan azad olunuq. Biz istəyirik ki, gələk öz doğma torpağımızda öz evimizi bərpa edək, orada yaşayaq. Prezidentdən xahiş edirik, bu barədə bizə köməklik eləsin. Məmurlar çox bizə müşahidə edir. Qoymur ki, kəndimizdə tikilməyinə prosedürlər. Məqsəd bilinmir. Xahiş edirik ki, bu barədə bizə köməklik edin. Cəmaət, bildiyiniz kimi Allah canınıza sağlıq versin. Bu gördüyümüz ev erməni vandalizminin əl nişanələrindən biridir. Mən bax bu evi öz əllərimlə, o daşı hamısını bir-bir öz əlimlə qoymuşam. Üzr istəyirəm hamınızdan, 5 evlad böyütmüşəm burada. Onun ikisi vətən yolunda gedibdir. Allah hamısının yerin behişt eləsin, qəni-qəni rəhmət eləsin, qazilərimizə qüvvə versin, sağlamlıq versin, yerdə qalanına sağlam can versin. Ona görə də mən yenə üzümü tuturam hörmətli prezidentimizə ki, Allah o şansı bizə versin ki, heç olmazsa indi devlət bizə kömək edər, etməsə də özü razılığını versin. Mən bu evimi yenə öz əlimin zəhməti ilə, öz əlimin qabiliyyəti ilə daşların yenə yığım üst-üstə öz içərisində yaşayın və balalarımın ruhu da bu evin üzərində gəlsin həmişə. Allah canınıza sağlıq versin, gözünüzün nurlu eləsin, diləyinizi hasil eləsin, mən də bir. Mən İsayev Kürşat Qaraşoğlu. Bu mənim evim. 2 mərtəbəli evim vardır. Hər bir şəraitim vardır, heyvanın yeri, insan üçün, yaşaması üçün nə lazımsa hamısını təşkil eləmişdim. Xoş günlərimiz, xoş arzularımız vardı. Gələndə bu mənzərəni gördük. İndi buna baxmayaraq yenə də qayıdıb öz torpağımızda yaşayıb, yaratmağa arzumuz budur. Gələk öz torpağımızda öz yaşayışımızı yaşayaq. Biz devlətdən heç bir şey istəmirik. Bizim öz torpağımıza qayıtmağına icazə versin. Mən İsayev Kürşat Qaraşoğlu. Bu mənim evim. 2 mərtəbəli evim var. O bal torlanır. Burada insan yaşaması üçün nə şərait varsa hamısını yaratmışdır. Mən bunu gedəndə qapımı örtüb getmişdim. Bir mən yox, kənd cəmaəti bütün hamısı. Qayıdanda bu mənzərəni gördük. Erməni eləyib, Rus eləyib, Müslüman eləyib bilmirəm. Reallıq budur, göz qabağında. Mən Cəfərov Sahib Fəruqoğlu, Çulurkən sakinliyəm. Kəndimizə gəlib çıxmışıq. Bu arxada göstərilən ev mənim öz evimdir. Erməni işğalçıları tərəfindən dağıdılıbdır. Cənab prezidentimizdən, Mehriban xanımdan xahiş edirəm ki, bizim bu kəndə qayıdıb bərpa olunmalıdır. Bizim kəndin bərpa olmasına köməklik eləsin. Xahiş edirik ki, bu köməkliyimiz yəqin ki, cənab prezidentə çatarsa köməkliyini əsirgəməz. Yenə xahiş edirik, prezidentimizin qarşısında baş əyirik.
xanımımızın qarşısına baş əyirik ki, bizim köməkli eləsin, biz kəndimizə bərpa olunsun. İsayev Muğan Cümşüdoğlu. Çullu sakiniyəm mən. Bu dədə evimdir. Bu da öz evimdir. Burada yaşamışam, burada boya başa çatmışam. Bunu xahiş edirik prezidentimizdən bizə köməkdarlıq eləsinlər. Biz gələk bu kənddə yaşayaq. Səfərov Sahib Fərruqoğlu, Çullu kənd sakini. Mən bu kənddə doğulmuşam, bu kənddə böyümüşəm, bu kənddə böyümüşəm, hərəkət eləmişəm. Nə cavanlığım olub, bu kənddə olubdur. Ermənilərin, məmurların nəticəsində bu kənddən qovulmuşuq. 32 ildir bu kəndin həsrətindəyik. Allah'a şükür ki, şəhidlərimizə borçluyuq, qazilərimizə borçluyuq, ordumuza Allah kömək olsun, prezidentimizi Allah qorusun. İndi də öz kəndimizi alıb bizim kəndə gəlməyimiz üçün məmurlar icazə vermirlər, qoymurlar. Dəfələrlə şikayət elədiyimizə baxmayaraq, müraciət elədiyimizə baxmayaraq, heç bir məmur bizim işimizə müsbət nəticə söyləmirlər. Prezidentimiz 50 dəfə danışır, hər dəfə çıxışında deyir ki, məmurlara sizi mən vəzifəyə qoymuşum, gedəndə cəmaatı incitmən, cəmaatı köməkli elən. Amma halbuki həmən sözdən sonra icra başçıları, başqa məmurlar öz bildiklərini eləyirlər. Elə bil Allah qoyub bunlar burada, Allahlıq eləyirlər. Bizim kəndin silinməsi üçün hər vasitəyə əl atırlar. Bizim cəmaatı elimizə, olmamıza çox hörmətsizlik eləyirlər. Hörmətsizlik eləmək odur ki, bu cəmaatı kəndinə qoymurlar, amma kimin hansı məmurunsa ferma timəyinə razı olurlar. Biz kəndimizdə şəhidlərimizin adına bulaq timəyə razı olmurlar. Amma halbuki öz mənəfəyi üçün ferma tikirlər. Hansı məmur ki varlanacaq. Dəfələrlə müraciət edirik, xeyri yoxdur. Ərdə yazırıq, xeyri yoxdur. Heç bir müraciətimizdə baxılmır. O üçün yenə müraciət edirəm cənab prezidentimizə, Mehriban xanım Əliyeva bizə köməkli eləsin, bizim səsimizə səs versinlər. Mən inanıram ki, yeryüzünün yeganə prezidentidir ki, İlham Əliyev yeganə prezidentdir ki, istədiyinə nail olur. Arzu edirəm ki, bizim də istədiyimizi yerinə yetirər. Məlum olan yoldaşlar öz fikirlərini söylədilər. Əsas söhbətin məzmunu budur, bundan ibarətdir ki, rayonumuza rəhbərlik eləyən Vaqif Həsənov cənablarının dəfələrlə yanında olduğumuza baxmayaraq, biz kəndimizə qayıdış üçün arzuladığımız halda bizə bir mənalı deyir ki, Çullu olmayacaq, Çullu silinir. Nə üçün silinir, nə məqsədə silinir, bu məqsədə açıqlanmır. Hardasa şəxsi mənafeylə burada toqquşur deyə bizə gözümlər verir. Dediyimiz sözdən əlavə olaraq yerli icra nümayəndəsini öyrədib bəzi yoldaşlarımıza, vətəndaşlarımızın üzvlərinə göndərir ki, bir mənalı olar ki, Çullu tikilməyəcək, sonra sizə ev verilməyəcək. Odur ki, siz Bərbaşdan Xıdırıya gedin Xıdırda özünüzə yer tutun, məkan tutun. Bu adlarla, bu zədlərlə, dəfələrlə mənim özüm də söhbətim olub. Yerli icra nümayəndəsi ilə, başçının özü ilə də mənim söhbətim olub ki, bir mənalı demişəm ki, yox. Nə olur olsun bizim kəndimiz abad olmalıdır, biz kəndimizə qayıtmalıyıq. Bizim Xıdırda bir işimiz yoxdur. Ona görə də burada şəxsi maraqlar toqquşur deyə və eyni zamanda başçımız bir məsəl də tapıb 5-10 nəfər müəyyən adlarla müraciət edib, çağırır yanına, yığır başına, şəkil çəkib yuxarı göndərir ki, güya Çullu məsələsi həll olubdur, həllini tapıbdır. Əksinə, heç bir həllini tapmayıb hələ biz bir müsbət fikir, heç bir aidiyyatı təşkilatlardan, aidiyyatı rəhbərlikdən hələ heç bir cavab ala bilməmişik. Ona görə də biz narahatıq. Narahat olduğumuz üçün də bu günlər biz çəkilişi davam eləməyə məcburuq. Onun üçün yenə üst tuturam prezidentimizə, Mehriban xanıma. Eyni zamanda mənim Emin müəllimə çox böyük ümidim var. Emin Hüseynov cənablarla mənim söhbətim olub deyə mən o adamdan biraz ümidliyəm. O bizə kömək eləməlidir. Eləməyi də xahiş edirəm, dönə-dönə xahiş edirəm. Bizə nə gücü çatır bizim kəndimizin qayıdıb bərpa olmasına köməkli eləsin. Əgər edərsə Bərbaşdan ona təşəkkürümü bildirməyə hazırım. Mən İsmailov Cemal Aloğlu 1965-ci ildə Ağdam rayonunun Çullu kəndə anadan olmuşam. Hal-hazırda işğala görə köç geçmişik, indi istəyir ki, öz kəndimizə qayıdaq. Mən prezidentimizdən, Ali Baş Komandanımızdan, onun xanımı Mehriban xanımdan xahiş edirik ki, bizim bu kəndi, Çullu kəndini bərpa eləsi, gələk bu öz evimiz, doğma evimizdə yaşayaq. Bundan kömək istəyirik. Bax bu yurt
Mənim balalarımın atasının yurdudur, balalarının. Öz yurdumuzu nətər deyim, nə dillə deyim, deyə bilmirəm. Öz yurdumuzu verin, özümüz gələk öz yurdumuzda tikilək, öz elimizdə olaq. Bizim elimizin adını heç kim batıra bilmir. Heç kəs bu elin adını batıra bilmir. Köməklik eləyin bizə. Prezidentimdən bir də deyirəm. Bir ana kimi, bir qadın kimi. Bir də xahiş eləyirəm, bir də deyirəm. Laf belə yalvarıram. Köməklik eləsin, sözümüzə sökək versin. Nə bilim o ayaqqabısının zadını silənlərə elə eləsin ki, yazığıq. Bizi qaytarsın öz yurdumuzda. Bax, söz deyə bilmirəm. Mən Xəlilov Amilət Görüşoğlu. 1969-cu ildə Ağdam rayonunun Çullu kəndində anadan olmuşam. Gördüyünüz bu məkan, bu uçub dağıdılmış ev mənim atam Xəlilov Görüş Rəşidoğlu'na mənsubdur. Mən Ali Baş Komandanımızdan, Mehriban Əliyevadan, ümumi qurumlardan hər birindən xahiş edirəm, öz adımdan, şəhid ailələri adından xahiş edirəm, bütün sakinlərin adından xahiş edirəm ki, bizim kəndin öz yerində bərpa olmasına sərəncam verib köməklik göstərsinlər. Quliyev Atalin Əvəzoğlu 1985-ci ildə Ağdam rayonu Çullu kəndində anadan olmuşam. 1993-cü ildə düşmənlərimizə bəli Qarabağda gedən müharibə ilə bağlı iyul ayının 16-sında bu kənddə didərgə düşmüşük. Bu gün də şükürlər olsun ki, torpaqlarımız işğaldan azad oldu. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Bəli, Cənab Prezidentimizin o dəmir yumruğunun ətrafında xalqımız ordu ilə birləşdi. Cənab Prezident o döyüş əmrini orduya yox, elə bir 10 milyona vermişdi. Bəli, şükürlər olsun. Bugün torpaqlarımız işğaldan azad olunub. Bəli, mən də xahiş edirəm Cənab Prezidentimizə. Mən öz kəndimdə, öz ata-baba yurdumda yaşamaq istəyirəm. Bu ulu öndərimizin vəsiyyəti idi ki, siz öz ata-baba yurdunuzda yaşayacaqsınız. Bəli, şükürlər olsun. Torpaqlarımız işğaldan azad olunub. Cənab Prezident də ata vəsiyyəti yerinə getirən liderdir, dünya şöhrətli liderdir. O da ata vəsiyyəti yerinə yetirəcəkdir. Bəli, biz öz ata-baba yurdumuzda yaşayacağıq. Ona ümid edirik. Buradan Cənab Prezidentə kömək istəyirik.